Maşın yuma işi var. Yoldaşlar, mən sizə avtomobil yuyan işindən iki variantından bəhs etmək istəyirəm. Avtoyuma işçisinə ehtiyac var Hyper servisdə də 20-35 yaşlı şəxslər üçündür. Avtoyuma sahəsində təcrübəniz varsa bu işə müraciət edə bilərsiniz. Bu bir variantdır. İkincisi isə Konto.com-dadır, amma bu Qaradağdadır və hətta Qaradağda olsa da belə, Sədərəkdə olsa da belə 500-600 manatlıq bir işdir. Yəni az öncəkindən az şərt var, daha doğrusu az əmək var. Düzdür, bu misal üçün bildirməyibdir. Yəni iş təcrübəsi tələb eləmir. Digər misal üçün təcrübə tələb eləyir. Belə bir variant da var. Bu işlərə də müraciət etməkdə çətinlik çəkirsinizsə və yaxud da digər sahələrdəki işlərlə də tanış olmaq istəyirsinizsə, yəni fəhlə işi də ola bilər. Yəni bu işi görürsünüzsə, suda qalırsınızsa, revmatizma tutmaq xəstəliyin tutma ehtimalınız yüksək olan bir işdir də, düzdürmü? Amma bunun əvəzinə fəhlə işləri də ola bilər və yaxud da digər yüngül işlər də ola bilər, paketləmə işləri də ola bilər gecə növbəsində. Yox, əgər deyirsinizsə ki, mən biraz da, daha doğrusu sizin əgər başqa biraz da bilikləriniz varsa, misal üçün, kompüterdən başınız çıxırsa, ola bilər də, oxumusunuz, amma bir iş fürsəti ilə qarşılaşa bilməmisiniz və yaxud da yüngülvari dil bilikləriniz varsa, misal üçün, bəzən elə işlər olur ki, misal üçün, çox şey tələb eləmir, amma orta səviyyəli işlər olur. Həmin işlərə də müraciət edə bilərsiniz. Yəni, bu işləri görərək sağlamlığınıza ciddi fəsad törətməmək istəyirsinizsə və paralel olaraq da bəzi kiçik bazarlıqlarınız varsa, keçid bazarlıqlarınız varsa, o işlərə də müraciət edə bilərsiniz. O işlərə də müraciət etməkdə dəstək istəyirsinizsə və yaxud da buradakı işlərə müraciət etməkdə dəstək istəyirsinizsə, bir sözlə iş tapmanıza çətinlik çəkirsiniz. Onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harada görürsünüzsə kanala daxil olun, Toğrul Əzizoğlu kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.